Siz yaxşı olasınız. Bugün müzakirə edəcəyimiz mövzu ortodontiya ilə bağlı olacaq və siz bu mövzuya daha ətraflı şəkildə məlumat verərsiniz. Ümumiyyətlə, ortodontiya nədir, nə deməkdir? Bu barədə istərdim bir tamaşaçılarımıza məlumat verək. Aydındır. Ümumiyyətlə, ortodontiya təməli İngiltərədə qoyulmuş stomatologiyanın bir sahəsidir. Səthi olaraq bəzən təəssüf ki, xalq arasında ayrı dişlərin müalicəsi kimi ya da ayrı dişlərin düzəldilməsi kimi təqdim olunsa da, ortodontiya özlüyündə ağız və diş sağlamlığını, üz estetikasını, üz qüsurlarını, qapanış qüsurlarını, nitq qüsurlarını müalicə edən bir bölmədir. Nitq qüsurlarını da hətta. Yəni, dişlərin düzümündə problem varsa, o bizim nitqimizə də təsir edəcək, eləmi? Təbii ki, nəinki nitqimizə həm də qidalanmada təsir göstərir, həm də psixologiyamıza təsir göstərir. Bilirsiniz, əgər ağızda yerləşən dişlərin hər hansısa biri doğru durmayıbsa, bu artıq bir mənalıdır ki, hansısa digər bir dişin yerindədir. Və bu da diş sırasındakı yaranmış qüsurlara özünü göstərir və bu da dilə, nitq qabiliyyətinə, hərflərin tələffüzündə özünü göstərəcəkdir. Doktor, səbəb nədir ki, dişlərin düzümlərində müəyyən problemlər yaranır? Məsələn, deyək ki, ağzımızda bizim normalda, siz daha ətraflı şəkildə vurğulayarsınız, 32 diş olmalıdır. Və bu dişlər bölünür, kəsici dişlər, köpək dişləri, azı dişləri, böyük, kiçik, azı dişləri və niyə belə problemlər yaranır ki? Yəni, bəzən daha çox dişlər olur, məsələn, bir dişin əvəzində 2 diş çıxmış olur, bəzən sayı az olur və düzülüşündə müəyyən bir problemlər olur. Ümumiyyətlə, biz ortodontiya stomatologiyanın digər sahələrindən fərqli olaraq pasientlərimiz, yəni da olası pasientlərimizi doğumdan sonra müayinə edən və incələyən bir sahədir. Yəni ki, biz hansısa bir qüsuru görəndə bunun dünən hansı səbəbdən yarandığını yox, doğuşdan gəlməkdə bəzən genetik səbəbləri araşdıra bilirik. Hətta hamiləlik dövründə bilirsiniz, baxın, hamilə bir qadın artıq 5-ci həftədən sonra bilirik ki, dişlərin mayası qoyulur, ağzın ilkel mayası qoyulur. Uşaqda. Bəli, uşaqda. Və o dövrdən başlayaraq qadın istəyə hansısa dərman preparatları, qidalanması, bəzən stressi, bu uşaqda hansısa prosesin düzgün getməməyini gətirib çıxara bilər. Və bu proses də gələcəkdə özünü diş qüsuru kimi və ya əyrilik qüsuru kimi göstərə bilər, çənə qüsuru kimi göstərə bilər. Amma sualınızın konkret cavabı ki, dişlər niyə əyri olur? Baxın, biz dedik ki, ortodontiya sadəcə dişlərlə yox, həm də çənəni öyrənən və çənənin qüsurlarını aradan qaldıran bir sahədir. Deməli, çənədə hansısa bir deformasiya vardırsa, tam ölçü deformasiyası ola bilər, forma deformasiyası ola bilər. Bu öz əksini dişlərdə göstərir və pasientlərimiz bunu diş əyriliyi kimi görür. Amma təbii ki, istənilən həkim baxanda qüsurun dişdə yox, çənə sümüyündə olduğunu başa düşür və müalicəmiz daha çox çənə sümüyü üzərindən gedir. Doktor, ortodontik müalicəyə hansı yaşda başlamaq lazımdır, yəni? Bu pasientlərimizin çox verdiyi sual, hətta bəzən soruşurlar, gecikmişikmi, yoxsa tezmi gəlmişik ya da vaxtımız vardırmı kimi suallar verilir. Ümumiyyətlə, biz ortodontiya sadəcə müalicə ilə məşğul olmur. Həmçinin profilaktika ilə, müalicə ilə və yaxşılaşdırma ilə məşğul olan bir sahədir. Gəlin bir aydınlaşdıraq, nədir profilaktika? Baxın, bizim yanımıza tutan əgər bir uşağın ilkel dişləri çıxıbsa, 6 ayından bilirik ki, ilk süd dişləri, yəni süd kəsli dişlər çıxmağa başlayır. Bu dövrdən sonraki periodda qidalanması, zərərli vərdişləri gələcəkdə hər hansısa bir qüsurun yaranacağına artıq işarət göstərir. Yəni, valideynlər o yaşdan bizi uşaq yanımıza gətirsə, müayinəsini keçirə bilsək, biz gələcək yaranmış qüsurun qarşısını ala bilərik. Tutalım ki, soska bildiyimiz kimi bir dövrə qədər uşaqlara lazımdır, ehtiyacdır. Amma müəyyən dövrdən sonra və yaxud da ki, normadan artıq istifadəsi gələcək bir qüsurun yaranmasını çıxaracaqdır. Bu zaman da biz müşahidə edirsə ki, uşaqda sosqanma həddindən artıq çoxdur, onun kənarlaşdırılması və yaxud da ki, əvəz olunmasını valideynlərə məsləhət görür ki, bununla da yaranmış hansısa bir qüsurun, yəni yaranacaq hansısa bir qüsurun qarşısını almış oluruq. Yəni, deməli, ortodontiya ilk süd dişi çıxan dövrdən artıq başlanır. Doktor, belə aydın olur ki, deməli, o əmzikdən istifadə edən uşaqların daha çox istifadə olunarsa, dişlərində, düzülüşlərində müəyyən problemlərə gətirib çıxara bilər. Hətta nəinki əmzikdən dodaq əmmi ola bilər, dili diş arasında sıxışdırma ola bilər və hətta bəzən bunu biz tələbələrimizə dəfələrlə vurğuluyoruz. Baxın, uşaqda uzun müddətli qrip prosesi baş verir. Biz bildiyimiz kimi, yəni normal bir fərd doğulanda öncə ağız tənəffüsü olur, sonra ağız burun və burun tənəffüsündən normallaşır. Amma bəzən uşaqlarda uzun müddətli qrip halı baş verir, tam burundan nəfəs alma qarşısı alınır. Və daha sonra uşaq artıq burun tənəffüsünü unudur, təkrar vərdiş edir ağız tənəffüsünə və bu zaman istənilən bir uşaq bilir, hərəkətlidir, qaçır, oynayır və daha kəskin nəfəs almağa ehtiyac duyur və dayananda dodağını dişlər arasında sıxır. Və bu da diş sırasından çənənin inkişafını qarşısını ala bilir. Yəni, bu səbəbdən də, yəni dediyim kimi, uşağa o qədər müşahidə eləməliyik ki, biz sadəcə olaraq dişlərə yox, çənənin düzgün inkişafına baxmalıyıq. Və yaxud da ki, uşaqlar qaçırlar, yıxılırlar, bir-birlərinə toxunurlar, dəyirlər və bu zaman nə ola bilər? Dişlər mayası çənənin içində yerləşir və zaman daxilində bu inkişaf eləyib çənə xaricinə, görünür hala gəlir. Əgər o zaman uşağa dəymiş hansı bir zərbə, bu zərafətlə öz həm yaşlılar tərəfindən ola bilər və yaxud da ki, düzdür, bizdə olmasa da valideyn tərəfindən bəzən ola bilər. Bu zaman dişin mayası istiqamət dəyişə bilər. Və bu dəyişmiş istiqamət artıq diş əyri formada çıxacaqdır və
ikinci artıq ortodontik müalicəyə ehtiyac duyacaq yaxşı halda. Bu səbəbdən də orada müşahidə eləməli zərərli vərdişlər olmasın, uşağın üst çənə nahiyəsinə hansısa bir travmatik zərbələr toxunulmaz. Doktor, bir də belə deyək ki, məsələn, uşaqlarda belə bir vərdişlər də var ki, məsələn, barmaq əmmə də var. O da yəqin ki, dişlərin düzümünə bir təsir edəcək. Təbii ki, biz normalda ağzımızı qapayan zaman, düşünürüksə və ya qulaq asırıqsa, dişlər bir-birinə sıx bir təmas halında durmur. Yəni daha rahat formada və qüvvət tətbiq etmirlər. Amma təbii ki, uşaq ruşka almaya bilər, barmaq alır. Hətta bu nəyin uşaqlarda tələbələrimizdə var ki, ruşka ağızda onda biz də o dövrü keçmişik. Bu dövrdə nə olur? Dişə həddən artıq yüklənmə məruz qalır. Və təbii ki, əgər bizim ağzımızda 32 dənə diş var, bunun 16-sı üstdə, 16-sı isə altda olmalıdır, eləmi? Amma biz ruşkanın bütün ağız okkluzion xəttimiz boyu yox. Hansısa bir konkret dişin üzərinə qoyduğumuz üçün həmən diş daha çox yüklənməyə məruz qalır. Bu onun həm anatomik quruluşuna təsir göstərir. Parodontal bağlar izlənə bilər, diş laxlaya bilər, pulpit yarana bilər. Həm də həmən nahiyədəki alveol sümüyə təsir göstərir və orada açıq dişləm dediyimiz qüsur baş verə bilər. Doktor, bu problemlərdən qorunmaq üçün bu problemlərin həlli yollarından biri də siz indi izah edəcəksiniz breketlərdir. Breketlər necə seçilir? Hansı növləri vardır və necə istifadə edilməlidir, hansı xəstələrə daha çox məsləhət görürsünüz? Baxın, biz bayaq dedik ki, ortodontiya deyəndə çox vaxt xalq arasında əyri dişlərinə tutulan biz çənəyə baxırıq. Ortodontik müalicə sırf breketlərdən başlamır, başlayır, ortodontik çıxan aparatlardan başlayan bir dövr var. Artıq bu da təsadüf edir 7 yaşına. Yəni biz zaten bunu hətta Türk professor Mustafa Ölgən qəşəng bir anlayış verir. Çənədə lazımı yeri yoxdursa, ora lazımı dişlər, yəni olası dişləri biz yerləşdirə bilməyəcəyik. Deməli, ilk öncə baxmalıyıq çənənin ölçüsünün böyüdülməsinə. Ki, bu da 7-12 yaş arasında təsadüf göstərir, çıxan ortodontik aparatlarla biz çənəni böyütməliyik. Daha sonra isə breketlərin özünlə müalicə, artıq bu gec ortodontik müalicə adlandıran bir sayıdır. Yəni biz burada çənəyə bir müdaxilə göstərə bilmirik, sadəcə dişləri daha düzgün formaya gətirə bilməliyik də. Breket seçimi həkim tərəfindən təbii ki, aparılır, amma siz dövrümüz elə bir artıq hala gəlib çıxıb ki, pasiyentin fikirləri, yəni estetik fikirləri və yaxud da ki, gözləntiləri və yaxud da sizin kimi ictimai bir insandır, o görünüşə çox diqqət eləməlidir. Biz həkimlər də məcburuq pasiyentin bu şikayətləri, yəni bu fikirləri nəzərə alaq. Bunun üçün bölünə bilər breketlər, estetik breketlər dediyimiz, yəni şəffaf breketlərimiz mövcuddur, keramik breketlər, belə gür işıq altında belə çox kəskin seçilə bilmir o breketlər. Digəri isə ənənəvi breketlərimiz metalik breketlərdir. Bu ikisi arasında iki fərq qoya bilərik ortalığa. Bir, estetik fərq təbii ki, yəni nəzərə alsaq ki, artıq görünüşə diqqət verənsiz. Amma dözümlülük cəhətdən ənənəvi breketlər, yəni metal breketlərimiz daha özünü yaxşı göstərir. Yəni burada qüsurumuz çox kəskindirsə və pasiyentin iş həyatı, sosial vəziyyəti imkan verirsə, ənənəvi metalik breketlər seçirik. Yox, əgər pasiyent israr tələb edirsə ki, mən heç bir görünüş istəmirəm, müalicə çox rahat keçməlidir, bu zaman keramik breketlərdən istifadə edə bilərik. Doktor, belə deyək ki, o breketlərin üzərində bəzən belə bir balaca, indi bəlkə də mən səhv deyə bilərəm, yəni qaşlar var, səhv etmirəmsə, eləmi? Yəni o qaşlar da var. Doğrumu? Qaşlar da var. Yəni çünki görmüşəm də, yəni bir neçə insanlarda vardı bu. Breket öz zaten qaşı kimi görsənir qıraqdan və doğrudur. Siz baxın, estetik anlayışı müəyyən dəyişir və tələblər dəyişir. Geyim qaydasıdır, istifadə etdiyimiz aksesuarlardır. Əgər biz bir 20-30 il əvvələ baxsaydıq, insanlar ağızda metal bir əşya mı gəzdirəcəm? Yəni belə bir sual çox kəskin səslənirdi. Hətta bunun üçün istəməyənlər belə var idi. Amma bu dəqiqə artıq müəllimlər, hətta sosial aktivitet olan insanlar mütəmadiən breket istifadə və dediniz o qaşlardan çəkinmirlər. Bu nəyin nəticəsidir? Baxın, Avropada, bu dəqiqə bəlkə izləyirsiniz Avropa filmlərini, hətta görə bilərsiniz orada. Uşaqlarda, yeniyetmələrdə ağızda mütəmadiən breketlər görsənir. Yəni bu qaşın orada olması artıq bir yerə qədər pis baxılırsa, indi artıq mod kimi baxıla bilir. Amma biz orada nə edə bilərik daha yaxşı eləmək? Qaşların üzərinə rezin ligatur dediyimiz anlayışlar var. Bunlar həmən breketləri bərkitmək üçündür, belə deyək də. Bunun rəngli formalarını seçə bilir. Qırmızı rəngdə, sarı rəngdə, məsələn ki, bizim pasiyentlərimiz 13 yaşından başlayır breketdə. Və onun üçün yaşlı rəngi sevir və artıq o cəbhətə sinyalsana mənim ağzımda yaşlı rəngli deyək ki, qaşlar var deyərək özünü nəinki geridə qalmış ya da ki, məsələn, məndə niyə dəmir var, yox, əslində, məndə olan səndə yoxdur kimi yanaşır və daha xoş qəbul edir. Doktor, bəzi insanlarımızda, məsələn, bu üst çənə sisteminin quruluşu o qədər həssas bir, belə deyək də, quruluşdur ki, məsələn, insana vizual görüntüdə müəyyən problemlər yarada bilir. Məsələn, çənənin önə gəlməyi və yaxud da ki, dişlərin üst çənənin, deyək ki, qabarıq olmağı və yaxud da ki, arxa tərəfdə olmağı müəyyən bir problemlər vardır da. Bunların breketlərlə və digər bir müalicə üsulları ilə deməli müayinə edib
normal bir vəziyyətə gətirmək olur, yoxsa artıq burada üst çənə cərrahı müəyyən bir əməliyyata? Yaxşılaşdırma nə deməkdir? Yəni ki, bir insan tutalım sizdə və yaxud da ki məndə ortodontik dişləmin düzgün olması, yəni mən düzgün qapayıram, çənəmi düzgün qidalanıram. Bu o demək deyil də hər şey tam olaraq qaydasındadır. Mən daha yaxşı estetik görünüş istəyə bilərəm, daha yaxşı gülüş istəyə bilərəm. Hətta bu da Hollywood gülüşü çox məşhurdur. Ortodontik bunu da təmin edə bilir. Yəni sizdə gülüş xəttində dodaqların formasını, çünki bilirik ki, dişlər və alveolar kret dodaqlara altdan və saxladığı üçün onların formasının dəyişməsi dodağa və gülüş xəttinə təmas göstərə bilir. Qaldı ki, bunun müalicəsində və yaxşılaşdırmasında ortodontiya mı yoxsa üst çənə cərrahiyyəsi mi? Bu artıq baxır pasiyentin hansı yaş dövründə bizə müraciət elədiyindən və nə istədiyindən. Məsələn, əgər biz çənə geridə yerləşibsə, təbii ki, bu 2000-ci il səfərimizdə Avropada bir statistika aparıldı və məlum oldu ki, çənəsi geridə olan insanlar, alt çənəsi geridə olan insanlar ki, biz buna 2-ci sinif dişləm, distal dişləm deyirik. Normal birinci sinif dişləmə görə daha az özgüvənli olurlar və iş fəaliyyətləri daha zəif olur. Bu ona verdiyi bir statistikadır. Hə? Əgər bunu biz uşaq yaşlarında bilsək, ortodontik aparatlarla, hətta breket düzmədən belə, hətta bəzən inanırsınız, ağız gimnastikası ilə, tutalım ki, dodaqların məşqi ilə, dodaq yorğunlarını qaldırmasın, aradan qaldıra bilərik. Amma yox, müəyyən dövr keçib tam bu dövr dediyimiz 13 yaş və yuxarısıdır. Bu dövrdə isə daha breketlərdən istifadə edə bilərik, breketlərdən düzəldə bilərik. Bəs nə zaman cərrahiyyə istifadə olunmalıdır sualına, yenə qayıdırıq bayaq dediyimizdə, siz əgər mənim çənədə dişləri yerləşdirə biləcəkdə yerim vardırsa, ya müəyyən qədər, təbii ki, orada istənilən estetik nəticəni əldə edə bilərəm. Amma yox, çənə çox kiçikdirsə və artıq dişlərin tamam oraya yerləşdirmək imkansızdırsa, bu zaman ortodont və üst çənə cərrahının məcbur əməkdaşlığı tələb olunur ki, bu da 18 yaş və üstə aparıla bilər. Amma 18 yaşa qədər hələ ki bir bədəndə mümkündürsə, ortodont cərrahın köməyi olmadan nəticəni əldə edə bilər. Doktor, ümumiyyətlə görünməyən ortodontik deməli müayinə müalicə üsulları varmı? Təbii ki, müalicə üsulları, görünməyən üsullar var. Çünki dediyimiz kimi də artıq insanlar sosial vəziyyətdə bəzən utanır, yaşı çoxdur və ya eləbəsləri ki, istəmir. Nələr mövcuddur buna? Baxın, biz dedik breketlər bayaq dediniz, qaşları görür, həm dişlərin üstünə yapışdırılır, doğru mu? Bəzi breketlərimiz var, lingual breketlər adlandırırıq biz onları. Bunlar dişin içəri səthindən yerləşdirilir və aşağı hissəsində görünmür yəni. Bəli, tamamilə görünmür və artıq heç bir pasiyent, yəni qatdan danışan heç nə müşahidə eləmir. Bunun avantajları və dezavantajları sadəcə var. Siz əgər çox kəskin qüsurlar varsa, çəni biz həddən artıq böyütməliyiksə və yaxud da ki, dişləri çox uzun məsafədə aparmalıyıqsa, uzun məsafə dediyim təbii ki, ağız daxilində 5 milli də artıq bir uzun məsafə sayıla bilər. Bu zaman vestibülər breketdən istifadə etməyə məcburuq. Amma yox, qüsurlar daha azdırsa, məsələn, gülüş xəttini bərpa edirsə, bu zaman lingual breket istifadə edə bilərik və qratensiyası bunu müşahidə eləməz. İkinci bir, yəni müasir avadanlıqdan biri şəffaf kappalardır. Baxın, şəffaf kappa sadəcə ağzın qəlbi yerləşdirilir və bununla da dişlər istədiyimiz vəziyyətə gətirmək mümkündür. Bu zaman məsələn, güləndə, danışanda qıraqdan heç nə görmür. Hətta bəzi ekstra hallarda pasiyent onu öz tərəfindən çıxarda bilər. Tam bir toydadır, xeyir işlədir, çıxardıb kənarlaşdırıb yenidən taxa bilər. Sadəcə ikisində də fərq yenə dediyim kimi avantajlardadır. Yəni ki, biz ənənəvi breketlər daha güclüdür, daha çox qüvvə tətbiq edə bilir, digərləri isə daha zəifdir. Və mənim şəxsən o şəffaf plastikaları çox istifadə etmə səbəbindən biri nədir? O şey ki, biz həkimdən asılıdır. Baxın, xəstə yaxınlaşır bizim yanımıza, dövrümüz kapitalizmdir, təbiidir. Yəni, dövlət xəstəxanaları var, özəl xəstəxanaları var və bu gün kapitalizm artıq hər şeyi ala bilərik anlayışı yaradıbdır. Sağlığı da ala bilərik fikri formalaşır. Amma həkimə hansısa bir məbləğ ödəniş verilibsə, artıq illaki müalicə 100% yaxşı alınmalıdır deyə bir altın kural qoyula bilməz. Çünki bizim pasiyentlə bir əməkdaşlığımız var. Yəni pasiyent vaxtında gəlməlidir, ağız qiynasını qorumalıdır, həkimin təlimatlarını yerinə yetirməlidir. Və breketlər bir şeydir ki, onu yapışdırırıq biz xəstənin ağzına və xəstə bizdən icazə olmadan çıxara bilməz, kənarlaşdıra bilməz. Çünki yapışıbdır və mütəmadiən ağızda qalır. Amma şəffaf kappalar bəzən tam yeniyetmək üçün bunu istifadə edəndə uşaq da çıxadır, bir də yemək yeyir, nə bilim, oynayır, əylənir və kappa qaldı orada unuduldur. Və biz bilməliyik ki, dişə və çənəyə mütəmadiən qüvvə tətbiq eləməliyik. Oradakı bir gün, 2 gün və yaxud da ki 3 gün, hətta unudub ümumiyyətlə ayla xatırlamayanlar var da. O bir aylıq, bir günlük vaxt bizim üçün çox böyük bir itkidir. Yəni müalicənin nəticəsi üçün itkidir, müalicəyə sərf etdiyimiz zaman üçün itkidir. Amma sonuçda qayıdıb doktor, siz müalicə demisiniz, kappanı da vermisiniz, amma nəticə alınmayıbdır. Yəni, belə bir sualla qarşılaşmaq üçün mən daha çox öz praktikamda ənənəvi üsullara üstünlük verirəm. Çünki pasiyentin məndən bir gözləntisi var. Nəzərə alaq ki, bizdə 13 yaşına gələn uşaq təbii ki, öz başına gəlmir. Bunu valideyni gətirir və danışıqda valideynlə baş verdiyi üçün valideyn mən, hə, doktor, 2 il uşaq gələcəksin yanınıza, sonunda mən nəticə istəyirəm.
Artıq gediş yolu onun üçün o qədər də əhəmiyyət daşımır. Çünki bilirsiniz nədir? Təbii ki, istənilən müalicə diskomfort deməkdir. Ağrıdan söhbət getmir, amma müəyyən bir disiplinə dözmək deməkdir. Doğrudurmu? Uşağa mən 2 həftədən bir çağırsam da lazımsa gələr, ya da ki, ağzında biraz yad hissini saxlamağa da razılaşar. Əgər başa düşürsə ki, bu gələcəkdə yaxşı bir nəticə istəyir. Və valideyn bundan razılaşır, biz ənənəvi yolla müalicəmizi aparırıq. Amma o insan ki, böyükdür, özü başa düşür və öz məsləhətini qəbul edir ki, mən səhvlik etməyəcəm. Bu zaman şəffaf və ya görünməyən ortodontik aparatdan istifadə edə bilərik. Aha. Doktor, bayaq siz toxundunuz gülüş xəttinə. Bildiyim qədərilə gülüş xəttində dişlərin əti görünməməlidir, eləmi? Bəli. Məsəl üçün, yadınıza gələr sizin, bizim valideynlərimizin dövründə bir ara bir məşhur söz var idi. Fil dişləri, mıncıq kimi dişlər, belə bir sözlər var idi. Hətta bir ara titan dişləri moda düşdü. Qızıl dişlər əvvəl istifadə edirdi insanlar. Məsələn, kimsə qızıl dişi olsun, titan dişlərdən. Bəli. Sağlam dişləri belə zaman o qədər, tibb o qədər inkişaf etdi ki, artıq qızıl diş kimisə gülünc görsənir. Bəli. Rəng dəyişməyi olmasın yəni dişlər. Doğru. Estetik tələb dəyişdikcə bizim baxdığımız yerlər və gördüyümüz şeylər də dəyişir. Əvvəl tam biri güləndə deyirdi ki, istəyirəm, qızıl dişim görünsün və salam, mən artıq bakat bir insanam. Daha mən deyir ki, yox, daha səlqəli bir gülüş lazımdır. Və bizim bugünkü estetik anlayışımızda güləndə damaq görünməməlidir. Bəs damaq niyə görünür sualını gəlin birinci aydınlaşdıraq. Damaq iki səbəbdən görünə bilər. Ya çənə darlığından görünə bilər. Tam bizim üst çənəmiz mümkün qədər böyük deyil. Yəni Qollivud gülüş anlayışı var. Əminəm ki, siz bunu bilirsiniz. Nə deməkdir? Güləndə altınız dişlərin altınız kimi görünməlidir. Bəs niyə tutan şəxsən məndə bu görünmür? Çünki çənəm daha kiçikdir. Və əgər dişlərim həcmi böyüdülsə, çənəm böyüdülsə, güləndə eyni xətt yaradılacaq. Doğrudur. Və bu çənə xırda olanda damaq, yəni diş ətimiz görünmə yaranır ki, bu da qeyri-estetik bir görüntüdür. İkinci bir hal dodaq çatışmazlığı və dodaq qısalığından ola bilər. Dodaq qısalığı da bəli, çox. Bu da yarana bilər. Burada ortodontiyan köməyi nə ola bilər? Biz xəstə yanımıza gələndə onun şəkillərini çəkirik. Yəni bu bizə estetik nəticəni əldə etmək üçün. Və orada müşahidə ediriksə ki, damaq qüsuru var, yəni damaq görünür. Və yaxud da ki, bilirsiniz, bəlkə də ona siz diqqət etməmisiniz. Normalda biz güləndə bəzi insanlar var da, dişlər alt dodağın altında. Və bu da qeyri-xoş, yəni estetik olmayan bir görüntü yaradır və də biz buna diqqət eləməliyik. Sadəcə damağın görünüşündən yox. Və burada əgər elə bir halını müşahidə edirsə, biz həmin diş sırasını olduğu kimi daha yuxarı qaldıraraq, yəni gülüş xəttini belə deyək, qaldıraraq güləndə artıq daha çox dişin görünməyinə, diş ətinin isə gizlənməyini əldə edə bilirik. Plaklarla, deməli, breketlər arasında nə fərq var? Hansı fərqlər var? Hansı fərqlər? Baxın, plaklarla breketlər arasında fərq nədən ibarətdir? Bir, plaklar daha kiçik ölçülü diş əyrimlərini düzəldə bilir. İki, çənələr arasında münasibət təsir göstərə bilmir. Biz ənənəvi breket istifadə ediriksə, təbii ki, üst çənəyə qoyduğumuz və ya alt çənəyə qoyduğumuz breketlər bir-birindən istifadə edərək çənələri önə və ya geriyə inkişaf etdirə bilərik. Plaklarda bu şansımız yoxdur. Plaklar ancaq diş sırasındakı əyriləri düzəltmək üçündür. Bu birinci növbə. İkinci fərq dediyim kimi istifadəsindəki rahatçılıqdır. Məsəl üçün, plak istənilən moment çıxarıla bilər, xəstə tərəfindən taxıla bilər və bu da nə nəticələr xəstə rahatdır, ağızdansa bir yad cisim yoxdur. Onun təmizlənməsi daha rahat təbii ki. Ağızda breket olanda dişləri yumaq daha çətinləşir, kim üçün daha vaxt israfına çevrilir. Amma plakı sadəcə çıxardıb suyun altında yuyub yenidən taxa bilər. Zərərli tərəfi isə bayaq dediyim kimi xəstənin onu bəzən unutmağı və yaxud da ki, bizim qədər ciddi yanaşmamağı. Doktor, bu ortodontik müalicələr nə qədər çəkir? Bu breket taxırsınız, yəni pasiyent üzərində. Bu proses ümumiyyətlə ağrılı bir prosesdirmi yəni? Ümumiyyətlə, ağrıdan söhbət edilsə xeyr, tamamilə ağrısız bir prosesdir. Çünki biz orada əslində dişin toxumalarına zərər verməmək üçün o qədər zəif qüvvələr təsir göstəririk əslində. Normalda siz çeynəyəndə, yemək yeyəndə, hətta bəzən kitab oxuyanda, dayananda çənəvizə daha çox qüvvə tətbiq edirsiniz. Sadəcə olaraq qüvvə az olsa da uzun müddətli olduğu üçün nəticə göstərə bilir. Yəni ağrıdan söhbət ümumiyyətlə getmir. Təbii ki, insan var ki, çox həssasdır, o hansı bir ağrı sözünü işlədə bilər. Amma normalda diskomfort deyə bilərik. O da təbiidir, yad bir cisimdir, ağzımızda yerləşir. Amma sonucu nəzərə alsaq ki, mən daha yaxşı bir gülüş istəyirəm, o diskomfortu dözə bilirlər. Doktor, bunların müddəti nə qədər çəkir? Məsələn, bir breketi deyək ki, qoyduq. Məsələn, xəstə kontrol müayinələri gəlir. Dediyiniz vaxtda gəlir. Nə qədər müddət ağızda qalır o breketlər? Əgər pasiyentlər bütün qaydalara riayət edən, vaxt-vaxtına gəlib gedirsə və həkim öz müalicə planını, prosesini hazırlayıbsa, müalicə 2 il ərzində, yəni qüsurdan asılı olaraq, baxın, onu diqqət etməliyik. Əgər normal tamda diş əyrilik qüsurları, çənədə kəsici bir qüsur yoxdursa, 2 il müddətində yekunlaşdıra bilərik. Çox təəssüf ki, bəzən həkimlər istər pasiyentə daha elə bir xoş olsun deyə da ki, səbirsizliklə aradan qaldırmaq üçün, mən çox tez bitirə bilərəm deyər. Baxın, orada 2 şey diqqət eləməlidir pasiyentlər. Müalicə tez bitə bilər, hətta 1 aya da bitə bilər. Çünki dediyim kimi, biz qüvvə ilə dişə təsir göstəririk. Əgər qüvvənin sürətini artırsam, deməli zaman
qısalacaqdır. Yəni bu bir mənalıdır. Amma məsələ bitmə ehtimalı yox, sağlam bitmə ehtimalı anlayış olmalıdır. Yəni mən dişə hansı ətraf toxumalara zərər vermədən hərəkət etdirməliyəm ki, bu da toxumanın özünün bərpası, istərsə bu da ki, yaranmış hansısa bir narazılardan qaldırılmaq üçün zamana ehtiyacımız var. İkinci, yəni ortodontiya biraz inam itir bəzi hallarda. Nəyə görə? Məsələn, Bakıda daha çox ola bilər, digər şəhərlərimizdə də orada eşidirik. Müalicə bitdi, breketi çıxartdım və dişlər qayıdır əvvəlki vəziyyətinə. Bax, bu pasiyentin tələskənliyi və həkimin qeyri-professionalına asılı bir şeydir. Niyə görə? Çünki müalicə bitəndən sonra biz dişləri bir yerdə qeyb eləyib, digər yerdə peyda eləmirik. Dişi çənə sümükçündə üzdürə-üzdürə aparırıq. Yəni bu söz əsl mənasında belə gedir. Və bu nə deməkdir? Deməli, sümüyün ətraf toxumaları o qədər yumşalır ki, mən o dişi apara bilirəm. Doğrudur. Amma apardığım yerdə hələ ki bir bərkimə yaranmayıb, hələ ki özünü oturmayıb və çənə xəstənin mənə ilk gəldiyi vəziyyətə uyğundur. Yəni pasient bizim yanımıza ilk gəldiyi dişlər əyridir, doğrudurmu? Onun üçün ən rahat vəziyyət odur. Diş həmən vəziyyətə qayıtmaq istəyir. Və mən breketi deyək ki, bir il içində müalicəmi yekunlaşdırdım, breketi söydüm, diş qayıdacaq əvvəlki vəziyyətinə. Amma orada deməli, bir il ərzində müalicəmi bitirsəm belə, 2 il tamam olmamış breket sökə bilmərəm. Yəni sümükləşmə əmələ getməlidir və mən artıq anlamalıyam ki, aldığım nəticə kalıtımsaldır. Yəni bu səbəbdən 2 il və üstü gedə bilər. Doktor, ortodontik müalicə ilə diş baxımı müalicəsi necə aparılmalıdır birgə olaraq və breket taxıldıqdan sonra hansı qidalara daha çox üstünlük vermək lazımdır, hansı qidaları qəbul etmək lazım deyil? Bu barədə tamaşaçılarımıza məlumat verək. Çox verilən suallardan biridir bu. Baxın, siz belə danışaq, biz istər ağzın gigiyenası, istər qida qəbulumuzda hansıları yeyərik, hansıları yemərik, bu sağlam insanlara da aiddir. Yəni, mən sizə sabah desəm ki, sağlam bir insan mütəmadiən kola içməlidirmi? Yox, içməli deyil, doğrudur. İndi mən pasiyent deyəndə ki, sən breket ağzında var və kola az içməlisən ya da içməməlisən, bu artıq breketin problemi deyil. Bu, ümumiyyətlə, o içkinin bizə zərərli olduğunu göstərən bir şeydir. Həmçində ağız gigiyenasının qorunması. Normalda biz bilirik ki, hər insan gün ərzində minimum bir dəfə dişlərini yummalıdır, doğrudur. Yəni, bu breketlə əlaqəli deyil, sadəcə təmiz yummalısın. Nüans budur ki, əgər müalicə alıramsa, necəliyi dəyişməlidir. Yəni, nə yemək yox, necə yemək, necə təmizləmək nüansına fikir verməliyik. Məsələn, biz normalda bilirik, səhər-səhər yuxudan durmalıyıq, əl-üzümüzü yuyan vaxt dişlər yuyulmamalıdır. Sadəcə ağız qarqara olunmalıdır, çaxalan tüpürülməlidir. Daha sonra yeməyi yeyəndən sonra dişlərimizi yumalıyıq. Nə üçündür bu? Biz dişləri yuyanda fırça vasitəsilə diş diblərini boşaldırıq. Yəni orada hansısa qida qırıntısı varsa açırıq və diş əti biraz kənarlaşır. Daha sonra əyləşirik süfrə arxasında yemək yeyirik və həmən boşluqlara qida qırıntıları da olur. Bu nəinki xeyir eləmir, əksinə zərər verir. Yəni mənim dişimi yeməkdən əvvəl yumağım mənim ağız sağlığım üçün zərərlidir. Normalda biz yeməyi yeyəndən sonra gəlib dişlərimizi yumalıyıq ki, hansı qırıntı varsa belə kənarlaşsın. Breketdə yaranmış fərqdən ibarətdir ki, istifadə etdiyimiz şotka fərqli olmalıdır, diş fırçası fərqli olmalıdır. Tamam, əgər bizim normal istifadə etdiyimiz fırçalar daha geniş və dişin bütün səthi boyu apara biləcəyimizsə, əgər dişin 3/4də birində bir breket düyməcik, bayaq dediyiniz o xal vardırsa, deməli mən bütün diş boyu yeyə bilmərəm. Doğrudurmu? Demək, daha kiçik fırçadan istifadə etməliyəm və həmən boşluqlara hara ki qida qırıntısı dolub və yaxud da ki qalıb, bunlar təmizlənməlidir. Bu da zamanı, məsələn, normalda əgər biz 60 saniyə, 1 dəqiqə dişimizi yumalıyıqsa, breketli pasiyentdə də 2 dəqiqəyə çıxa bilər. Yəni, bundan daha uzun vaxt aparmayacaqdır. Kisə qidalara nəyi yeməliyəm və ya necə yeməliyəm? Normalda biz qida qəbulu zamanı çeynəmə səthi ilə yeyirik. Yəni, dişlərin kəsici kənarları ilə belədir. Və breketlər isə dişin vestibülər səthinə, yəni başqa bir səthinə yapışdırılır. Bizim yediyimiz qidaların breketlə bilavasitə əlaqəsi olmur. Yəni, təmas etmirlər. Amma o hal təmas edə bilər ki, biz qidanı çeynəsək, yəni dişimizə, bu xalqımızda dişə çəkmək denilən bir adam, lavaşı ya da ki, əti yeyəndə, bu halda əgər biz dişini sürüşdürsək, bunda breketə normaldan artıq qüvvə tətbiq edə bilərik və breketə qopma halı baş verə bilər. Sərt qidalarımız var və bu qidalar qıra bilər, göycəyə, çaqqala belə şeylər. Amma digər yeməklərin heç birində hansısa bir xüsusi qadağa yoxdur. Bir dənə qazlı içkilərə mümkün qədər azaltmağı məsləhət görürük ki, onu sadəcə breket müalicə alan insanlara yox. Ümumiyyətlə, qazlı içkilər zərərli olduğunu artıq bilirik və bu dişin minə qatına zərər göstərir, bu ümumiyyətlə azaldılmalıdır. Uşaq yəni və ya böyük fərq eləməz pasiyent. Yemək yeyən zaman ya da ki, xeyir işlər olduğu üçün belə məsələn hansısa bir ehtiyacdır, çıxara bilər, taxa bilər. Sadəcə orada nüans nədən ibarətdir? O çıxardığı vaxtla taxdığı vaxt arasındakı məsafə. Yəni miqdar. Əgər çox uzun müddət bu taxılmırsa artıq, deməli dişlərdə müalicə dayanır, gecikir və yaxud da ki, geri dönmə baş verir. Mənfi təsir edirmi yəni bu breketlər orqanizmə? Düzgün istifadə olunanda mənfi təsir etmir. Yəni bu mən tam bilmənalı deyə bilərəm. Amma belə bir nüans var. Təbii ki, həkim qeyri-professionallığı vardırsa, aparat düzgün seçilməyibsə və yaxud da ki, pasiyentin istifadə qaydasında problem vardırsa, təbii ki, mənfi təsir göstərəcəkdir. Yəni məsəl üçün, ağızda breket sistemi var və xəstə ağız gigiyenasını qorumur. Bu pasiyent normalda da qorumur. Doğrudurmu? Və ağız ətində dişətində iltihaplanmalar yarana bilir, şişkinliklər yarana bilir. Amma breketli pasiyent qorunmayanda iki şey baş verir. Bir, ağızda artıq bir breket sistemi olduğu üçün qida daha çox dolur.
və daha çox ağırlaşma baş verir. 2, ağızda breket varsa vəssalam, söylə, günah breketindir. Aha. Doktor, ortodontik bu müalicə bitdikdən sonra dişlərin düz qalması üçün nə etmək lazımdır, necə qorumaq lazımdır? Aydındır. Ümumiyyətlə, ortodontik müalicəni düzgün bitirmək lazımdır ilk növbədə. Yəni, burada həkim və pasiyent həmrəyliyi lazımdır. Bizdə bəzən olur, pasiyentin dişlərini düzəldirik, bayaq dediyimiz kimi. Deyirik, sümükləşmə üçün gözləməliyik. Yəni, retensiyon dövrü gözləməliyik. Pasiyent səbirsizdir və deyir ki, yox, mən artıq yekundur, məni qane eləyir. İlk öncə həkim pasiyenti psixolojiyədən buna hazırlamalıdır. Ki, yox, səbirli olmalısan və gözləməlisən və müalicə düzgün qapanışla bitməlidir. İkinci halda retensiyon dövr dediyimiz proses başlamalıdır. Buna şəffaf kappalar və retener istifadə edirik. Bu normal danışıqda günlük fəaliyyətə heç bir zərər vermir. Amma aldığımız nəticənin qəlbində formada şəffaf qappa hazırlanır və dişlərə yerləşdirilir. 1 il müddətində, 2 il müddətində o artıq müalicə müddətinə görə dəyişir. Müalicə 2 il gedibsə, deməli 3 illik bir retensiyon dövr yaşamalıdır pasiyent. Bunu ağızda saxlayır və geri dönmələrin qarşısı alınmır. Amma həmən o şəffaf aparatları, ya retener aparatları pasiyent çıxadırsa, unudursa, dişlə geri dönmələr təbii ki, mümkündür. Aha. Doktor, ola bilərmi ki, məsələn, artıq gecikmiş bir formada, deyək ki, məsələn, kənədə bir müəyyən deformasiyalar, problemlər var dişlərin quruluşunda. Məsələn, müəyyən bir yaş həddi varmı ki, o yaşdan sonra müraciət edir, artıq hansı həkim müdaxilələr etsə də belə o problemlər həll olunur? Aydındır. Ümumiyyətlə, ortodontik müalicənin nəticəsi 2 cür planlaya bilərik və ideal nəticə dediyimiz və yaxud da ki, kamuflaj nəticə dediyimiz müalicə. İdeal nəticə üçün təbii ki, pasiyent öz vaxtında gəlməlidir. Yəni, vaxt dediyimiz nədir? Əgər çənə darlığı varsa, pasiyent bizə yaxınlaşmalıdır 7-13 yaş arası. Qəmətəm, sizin və ya mənim yaşda bir pasiyentin cərrahiyyə olmadan çənəmizin böyüdülməsi mümkünsüzdür. Hansısa bir ortodontik aparatlar artıq bu alına bilməz. Yəni, cərrahiyyə istəmirsə təbii ki. Amma yox, diş ərkləri və dişlərin yerinin dəyişməsi söhbət edirsə, ağızda antagonist, yəni bir-birinə təmas edən, əks-səmtə təmas edən dişlər olduğu müddətcə ortodontik müalicə ala bilərik. Yəni, bu 70 yaşda da aiddir, 90 yaşda da aiddir, əgər vardırsa və ya ehtiyac vardırsa. Bir də belə bir nüans var, siz ortodontiyanın psixologiyaya təsiri, yəni bildiyimiz kimi biz danışanda, yəni özgüvənimiz üçün ya da ki, rahat qidalanmağımız üçün bir estetik formaya malik olmalı. Əlbəttə ki. Çox xanım görərik ki, tam özü çox gözəldir, düz gülüş bütün xanımlara yaraşır, amma bəzi xanımlar düşünür ki, yox, mənim gülüşüm biraz yaxşı deyil, özünü sıxır, boğur və yaxud da ki, belə bir şeylər. Baxın, orada o pasiyentlə biz psixoloji olaraq birinci dil tapmalıyıq, onu analiz eləməliyik ki, və bu müalicənin sonunda biz sizə lazımı, yəni o istədiyiniz estetik gülüşü verəcəyik. O da bizə kömək eləyər ki, nəticəni ala bilək. Yox, pasiyent buna inanmırsa, hətta ən uyğun vaxtda belə, gəlsə belə biz onu nəticəni əldə edə bilməyəcəyik. Çünki gəlməyəcək ya da ki, müalicəyə və laqeyd yanaşacaqdır. Amma dediyim kimi, cərrahiyyə müdaxilə söhbət getmirsə, çənə qüsurları 13 yaşına qədər, diş qüsurları ağızda diş olduğu müddətcə aradan qaldırıla bilər. Doktor, sonda tamaşaçılarımıza tövsiyələriniz, məsləhətləriniz nədən ibarət olardı? Bir həkim kimi istər tövsiyə ya məsləhətim ondan ibarət olardı ki, ağız sağlığını qorumalıdırlar və onun sadəcə bizdə belə bir anlayış, hətta bunu mən valideynlərə daha çox eləyərdim. Baxın, süd dişləri ağrıyan zaman biz işləyəndə çox görürük. Gəlir tam bu süd dişidir və sən bunu çəkək aradan qalxsın. Baxın, ortodontik qüsurların təməli 90% qoyulur məhz 7-13 yaş arasında. Yəni çox istəyərdim ki, o yaşda uşaqlar müayinəyə çox cəlb olunsun və hər ağrıyan diş çəkilməz. Əvvəl çox təəssüf belə bir sözümüz vardı. Bu dişin ağrıyır, çək qutar. Artıq elə deyil. Yəni o diş müalicə oluna bilər, o diş qoruna bilər və gələcəkdə istifadə oluna bilər. Sadəcə bunu deyə bilərəm. Və gülümsəsinlər. Əlbəttə, sağlam gülüş. Uğurun başlanğıcıdır. Bəli, uğurun başlanğıcıdır. Doktor, biz sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, minnətdaram. Beləliklə, dəyərli izləyicilər, Bir Sağlam Yaşa proqramının da sonuna gəlib çatdıq. Belə bir fikir var, deyirlər ki, bugün göz yumduğumuz hər hansı bir xəstəlik sabah bizim gözümüzü açdırmaya bilər. Elə ona görə də biz sağlamlığımıza heç zaman biganə, laqeyd qalmamalıyıq və anında, zamanında peşəkara müraciət etməliyik. Elə bu fikirlə biz sizdən ayrılırıq, yenidən görüşmək ümidi ilə. Siz sağ, biz salamat.